Ağcabədi rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə və şəhid həkim Tariyel Salmanovun əziz xatirəsinə həsr olunmuş xəstəxanadaxili voleybol yarışının final oyunu baş tutub. Tədbirdə Şura sədri Azad Hüseynov, Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Elnur Abdullayev və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək yarış iştirakçılarını təbrik edib, şəhid həkimimizin xatirəsini dərin ehtiramla anıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda Stomatologiya Laboratoriya şöbəsinin komandası təcili yardım və poliklinika şöbəsinin komandası üzərində qalib gəlib. Qeyd edək ki, yarış Ağcabədi Olimpiya İdman kompleksində baş tutub. Qaliblərə kuboklar, medallar, diplom və hədiyyələr təqdim olunub. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.